Əgər Allah, Tanrı, yaradan, sevgidirsə, nəyə görə dinləri bizə qorxu olaraq təqdim edirlər? Heç düşünmüsünüz bu haqda? Dostlar, namaste. Mənim adım Sahib Xudaverdiyevdir. Mən yoga təlimçisiyəm və qədim dinləri araşdırarkən bir nəticəyə gəlib çatmışam, hansılar ki, sizinlə hal-hazırda bölüşmək istəyirəm. Bir çox insanları bütün dünyada maraqlandıran suallarınıza cavab vermək istəyirəm. Səndən xahişim odur, ilk 3-4 dəqiqəni dinlə, əgər sonra maraqsız gəlsə, kanalı dəyişərsən. Nəyə görə biz bu günləri bu haqda danışırıq? Çünki həqiqətən ətrafda olan suallar, bir çox insanlar sanki yollarını azıblar. Allahı, dini sevmək əvəzinə ondan qorxurlar, ondan çəkinirlər, əzab-əziyyət içində yaşayırlar. Yəni bu bir reallıqdır. Milyonlarla insan bu günləri bundan əziyyət çəkir. Gəlin baxaq niyə görə bu baş verir. Bütün qədim devirlərdən istəyir şah devri olsun, prezident devri olsun, fərqi yoxdur. Din və siyasət insanları idarə etmək üçün və onları istiqamətləndirmək üçün bir silah olaraq istifadə olunub. Orta əsrlərdən olub kral, onun ətrafı, hakimiyyət. Və əlbəttə ki, sən müəyyən qanunlara əsasən yaşamalıydın. Əgər sən qanunları pozardınsa, sənin başını kəsərdilər, sənin qolunu kəsərdilər, zindana atardılar. Həmən şey də bugün baş verir. Prezident olan ölkələrdə. Yəni krallar bu günləri azdır. Həmçində qanunlar var. Sən o qanunları pozarsansa, sən cəzalana bilərsən, cərimələnə bilərsən və s. Bu çox normal, adekvat bir qaydadır, mən elə düşünürəm. Çünki insanlar həddlərini bilməlidirlər, insanlar yəni necə yaşamalarını anlamalıdırlar. Əks halda bir-birlərini öldürərlər. Din nədir? Din ümumiyyətcə bütün dinlər, yaradan, Allah, fərqi yoxdur. Hər millət onu bir cürlə səsləndirir, amma yaradan Tanrı birdir. Misal üçün, müsəlmanlar ona Allah deyir, Hindistanlılar ona İşvara deyir. Amma çox araşdırdım, söhbət eyni yaradandan gedir. Bilirsiniz, Hindistanda Allahlar çoxdur. Onların yəni inancları olan avatarlar çoxdur. Amma onlar İşvara sözünü deyəndə, yəni İşvara Allah tərcümə olunur. Onu deyəndə sanki ayağa qalxırlar. Çünki o ali enerjidir, o ali gücdür, o ümumi yaradandır və onlar fərqi yoxdur. Bütün dünyada olan insanlar qəlblərində o qorxu var. İndi gəlin görək, o qorxunu din necə bizi idarə edir və necə bizə onu təqdim edir və necə bizi idarə edir. Gəlin bu haqda danışaq. Əgər Tanrı, yaradan, Allah bir sevgidirsə, yəni Osho bu haqda öz ömrünü həsr eləyib. Sevgidən yalnız danışıb. Allahın, yaradanın, təbiətin sevgisindən. Nəyə görə dinlə bu günləri bizi qorxudurlar? Bəlkə bizi idarə edirlər, bəlkə bizi istiqamətləndirirlər, necə istəyirlər. Çünki əslində İslam dini, biz məhz bu günləri o haqda danışacağıq. Çox dərin, gözəl, mənalı və mən elə düşünürəm dünyanın ən gözəl yaradılan dinlərdən biridir. Amma nəyə görə bu günləri İslam dini insanlara qorxu verir, insanlara sanki nifrət yaradır? Bilirsiniz mənə nə qədər adamlar yazır ki, mən bezmişəm, mən qorxuram, mən bu günləri namaz qılıram, sabahları onu qılmasam, mən cəhənnəmə düşəcəm, mən kafirəm. Yoxdur elə bir şey.
O düşüncəni şuurunuzdan, beyninizdən çıxardın. Elə bir şey yoxdur. Sadəcə olaraq İslam hər ölkədə istədikləri kimi təbliğ olunur və insanların zehninə işləyir, insanların şuuraltısına oturur ki, sən bu günləri oruç tutmasan, sən kafirsən, sən naməhrəmsən, sən bu günləri çiklisən. İnanın mənə, sənin haqqında elə düşünən insanların özləri kafirdirlər, naməhrəmdirlər və ən böyük günahları onlar qazanırlar. Bir çox insanların dillərində inşallah sözü var. Amma qəlblərində heç də o inşallah mənası daşımayan hərəkətlər edirlər o insanlar. Bəlkə yalnız bu dildədir, bəlkə bizə dini elə təqdim ediblər, bir status olaraq sən onu qazanmalısan. Hac ziyarətləri, biz bilirik hac ziyarətləri ildə milyardlar insan xərcləyir o istiqamətə. Yəni bu bir biznesdir. Çünki haca gedən insanlar son zamanlar biznes klassda uçurlar. Təyyarədə rahat uçurlar və ora gəldikləri zaman 5 ulduzlu oteldə qalırlar. Yəni sən bunu nəyə görə edirsən? Allahın qarşısında neyi sübut etmək istəyirsən? Gəlin düşünək bu haqda. Düşünün. Çox insanlar bu günləri idarə olunurlar. Çünki onların zehinlərinə qorxunu salıblar. Səni dinlə qorxudurlar. Səni dinlə idarə edirlər. Amma əgər Allah sevgidirsə, Allah məni bağışlayırsa, məni sevirsə, sən din, məni nəyə görə qorxudursan? Bəlkə məni idarə etmək istəyirsən. Bir çox insanlar, onlar məlumatsızdılar, araşdırmırlar, dərinə baxmırlar. Ona görə də inanırlar. Yəni çox hasanlıqla bu yola düşürlər və orada qalırlar qorxu içində. Bir çox hallarda bu baş verir Bakı kəndlərində, rayonlarda. Ümumiyyətcə şəhər adamı biraz daha şuurlu olur, daha düşüncəli olur. Ola bilsin həyatı biraz daha gözəl, daha maraqlı görür. Məlumatlar genişdir. Məlumatlar gəlir və o hardasa götür-qoy edir, düşünür. Yəni əgər Tanrı sevgidirsə, məni nəyə görə qorxutmağa çalışırlar? Amma məlumatı az olan insan, o sanki gözləri yumulur, çünki onun şuuraltısına işlədirlər. Bax, qorx, neyinə. Yəni bu bütün dünyada baş verir, tək Azərbaycanda yox. Misal üçün Yahudilər hətta sağ olarkən onlar milyonlar xərcləyirlər, özlərinə qəbir, torpaq yeri alırlar ki, mən öləndən sonra onların o məşhur darvazası, yəni İncildə deyilir ki, axirət günü o qapılar açılacaq, oradan İsa peyğəmbər çıxacaq və o çıxdığı zaman sən harda ən yaxın yerdə oldunsa, sanki sən cənnətə düşmüş olursan və düşünün insanların cahilliyinə fikir verin. Yəni bu cahilliyin ən pik nöqtəsidir ki, insan buna inanır, milyonlarla ora pul xərcləyir, özünə cənnətdə yer alır. Sən o pulları, o maliyyəni sağkən xoş işlərə xərclə. O qədər dünyada uşaqlar evi var, o qədər dünyada yoxsullar var. Hətta bir stakan təmiz suyu tapmayan insanlar var. Sən niyə onlara xərcləmirsən o pulu? Həqiqətən cənnətə düşmək istəyirsənsə, yəni çıxış yolu odur. Məktəblər tik, uşaq evləri tik. Milyonların var, götür 3 dənə, 5 dənə uşaqlar evini himayəndəyə. Onlara maddi kömək ol. Uşaqları sevindir. Balaca qəlbləri, balaca ruhları sevindir. Yəni düşünün, ondan gözəl sən nə edə bilərsən Allahın qarşısında? Heç nə. Amma insanlar onu etmir. Çünki şuuraltılarına o qədər işləyiblər ki, namaz. Bu haqda ola bilsin din qardaşları məni daşlasınlar.
müzakirələrə səbəb olsun mənim bu çıxışım. Amma əgər mən bu günləri sözümdə əminəmsə, mən sözlərimi illərlə araşdırdıqdan sonra bu ifadələri edirəmsə, nə gözəl, mən müzakirələrə hazıram. Namaz İslam dinində müqəddəs bir addımdır. Orada dualar var, orada hərəkətlər var. Sən Allahın qarşısında baş əyirsən, ona səcdə edirsən, ona öz tabiçiliyini göstərirsən. Çox gözəl. Mən bu günləri onu edə bilərəm. Amma sabahları mən onu etməsəm, mən qəza namazları qılmalıyam, mən cəhənnəmə düşəcəm. Yəni sənə onu qorxu olaraq təbliğ edirlər. Və insana neysə qorxu olaraq təbliğ edəndə insan gec-tez ondan bezir, gec-tez ondan çəkinir. Yəni qorxur. Sənə qılıncla onu təqdim etməməlidirlər. Sənə onu sevgi ilə təqdim etsəydilər, daha gözəlliklə təqdim etsəydilər, mən inandırım sizi, dünyada olan bütün müsəlmanlar namaz qılardılar. Həqiqətən qəlblərindən, ürəklərindən, yəni borc olaraq yox. Mən bu günləri qılmadım, sabahları qəzalar qılmalıyam. Artıq beyin də yorulur, bədən yorulur, işdən gəlmisən yorğun, amma sən 1 saat namaz qılmalısan. Artıq sənin qəlbini, sənin ruhunu Allahına qarşı küstürürlər. Allahına qarşı daha da ayrılırlar. Yəni qorxu ilə, hədələmə ilə heç nə idarə olmamalıdır. Yalnız sevgi, yalnız sənin qəlbində olan o ali sevgini o qədər böyütməlidirlər, o qədər genişləndirməlidirlər ki, sən həqiqətən də sıdqı ürəkdən dualar edəsən. Yalnız göstəriş üçün yox. Yəni bugünkü məsələmiz budur. Bugünkü dünyada olan problem bu sırf İslam dilində daha genişdir, başqa dinlərdə də mövcuddur. Yəni kənara heç kim qalmayıb. Ümumiyyətcə biz düşünməliyik. İllər öncə, əsrlər öncə peyğəmbərlər səyahətə çıxıblar. İstər Məhəmməd peyğəmbərdir, istər İsa peyğəmbərdir, Buddanın özü vaxtında onlar səyahətə çıxıblar. Yəni Budda da mənim kimi, sənin kimi bir adam olub. Bu günləri ona itaət edirlər. Çünki o insanlara dini gözəl təqdim edib. Bu günləri Məhəmməd peyğəmbərə sallallahu aleyhi və səlləmə itaət edirlər. Çünki o insanlara dini gözəl təbliğ edib. Amma din bu günləri necə təbliğ olunur? Müəyyən liderlər tərəfindən, müəyyən mollalar tərəfindən, şeyxlər tərəfindən. O qədər də məncə düzgün deyil. Yəni gəlin bu haqda düşünək, gəlin biraz şuurlu olaq, otur düşün. Yəni onu da qeyd edim ki, misal üçün yoga fəlsəfəsində Surya Namaskar adlı bir istiqamət var. Yoga hərəkətləri. Yoga deyir ki, sən onu et, sən sağlam olacaqsan, güclü olacaqsan, enerjili olacaqsan. Eyni zamanda da namazda bənzər hərəkətlər olunur. Yəni sanki namazla birəbir, yəni yoga təlimçiləri onu təsdiq edə bilər. Düşünün, İslam dini yaranıb 1000 il öncə. Yoga yaranıb 2000 il, 500, 3000, 4000 il öncə. Yəni bu səyahət zamanı peyğəmbərlər gedib ümumiyyətcə üz tutublar Aziya, qədim Aziya. O vaxtı Hindistan olmayıb. O vaxtı elm olub, savad, bilik gəlib Aziyadan. Üz tutublar ora. Oradan bu elmləri götürüblər, oradan bu hərəkətləri götürüblər. Və biz namaz etdiyimiz zaman nə edirik? Dua edirik. Dua həmən o yogada meditasiyadır. Yəni eyni şey haqqında danışılır. Sadəcə və sadəcə biz anlamalıyıq ki, bu günləri biz neysə etdik, sabahları etmədik, o günah deyil. Səni bu günləri məcbur edirlər. Yüzlərlə xanımlar bu günləri
başlarını bağlayırlar. Çünki onların cahil ailə üzvləri ona məcbur edir. Onların başlarını bağlatdırır ki, sən naməhrəm olarsan, sən qızım ərə getməkdə problem yaşayarsan, başını bağla, Allahova dua et. İnandırım sizi, Allahlarına qarşı o uşaqları küstürürlər. Çünki onlar bilmirlər nə edirlər. Yəni din gözəlliyidir, din şəraətdir, din insanların ümumiyyətcə istiqamətlənən bir tərəfidir. İnsanın mütləq həyatında din olmalıdır. Əgər biz bu günləri müsəlmanıqsa, biz onu ən gözəl tərəfdən təqdim etməliyik. Biznes tərəfdən yox. Amma bu günləri təəssüf ki, biznes tərəfdən təqdim olunur. Mən şəxsən bir neçə il öncə İçəri şəhərdə məsciddə iftar verdim. Yəni bütün iftar zamanı məscidə iftar verdim. Bir neçə gün sonra mənə zəng gəldi məscid tərəfdən ki, əgər iftar vermək istəyirsinizsə yenidən buyurub gələ bilərsiniz. Yəni səni çəkirlər, səni salmaq istəyirlər o kruqa, o yəni başa düşürsüz mən bu günləri nə demək istəyirəm. Heç nədən qorxma. Düşüncəli ol, sadəcə olaraq düşün, analiz et, cahil olma. Sənin bu günləri gözlərin bağlıdır, sənin şuuruva təsir göstəriblər. Ona görə düşünürsən, ona görə qorxursan. Amma sən genişlən, şuurunu genişləndir, düşün. Yalnız və yalnız sənə məsləhətim odur, tövsiyəm odur, gözəl işlər gör. Tanrının sevdiyi işləri gör. Yaxşılıq et. Uşağa kömək elə, böyüyə kömək elə, ehtiyacı olan insana kömək elə, istər maddi, istər mənəvi, yalnız kömək et. Hiss elə, kiməsə kömək etməlisən, yəni səndən də istifadə etməsinlər, çünki bir çox insanlar istifadə edir ondan. Hiss et, kimin həqiqətən yardıma, köməyə ehtiyacı varsa, o köməyi et. Əsl cənnətə qapı açan yol odur. Gözəl işlər, sənin bu günləri cəmiyyətə faydalı olmağın, sənin bu günləri bu dünyaya gözəllik qatmağın, heç kimi əzmə, heç kimin haqqına girmə, alçaldma, yəni bu işləri görmə. Və sən çox xoşbaxt olacaqsan, daxili hüzurun günbəgün başlayacaq artmağa. Özünü o qədər gözəl hiss edəcəksən. Sanki cənnətdəsən. Videonu bəyəndinsə mütləq like qoy, şərt yaz. Bu çox önəmlidir. Çünki sənin kimi bilirsən nə qədər insanlar var, hansıların ki bu məlumata ehtiyacları var. Günün gözəl keçsin.